Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala seyyidina Muhammed ve alihi tayyibin tahirin. Ve la'netud daimetu ala a'daihim ecmaîn. Esselamu aleykum ve rahmetullahi ve berekatuh. Əziz Zəhra TV izləyiciləri. Allah Teala sizləri və bizləri xoşbəxt olanlardan qərar versin, səadətmənd olanlardan qərar versin və Allah Teala'dan istəyirik ki, zamanəmizin sahibi və aləmin padişahı olan Həzrəti Vəli-i Əsrin zuhurunu təcilləsin inşallah. Bugün bu bəhsimizdə istəyirəm bəndəliyin düşməni barəsində söhbət açaq. Əgər biz bir yerə getmək istəsək, bir səfərə çıxmaq istəsək, uzun bir səfərə çıxmaq istəsək, onda aqil insan bunu etməlidir ki, həm gərək yolu tanısın, həm də gərək bilsin ki, bu yolda hansı maneələr və çətinliklər var. Aqil insan səfərə çıxanda bunları bilməlidir. Yolumuz hər nə qədər həssas olsa və yolumuz hər nə qədər çətin olsa, nə qədər mühüm olsa bu yolumuz, yolun maneələrini bilməyimiz və tanımağımız da bir o qədər mühüm olacaq və əhəmiyyətli olacaq. Bir təhlükəli zirvəni qət eləmək istəsək və ya bir təhlükəli zirvəni qət eləmək istəyən alpinist mütləq gərək öz yolunu və bu yolun bütün çətinliklərini tanısın ki, ta ki bu yolun çətinlikləri ilə mübarizə apara bilsin və o zirvəni asanlıqla fəth eləyə bilsin. Əgər yolda olan maneələri və çətinlikləri tanımasa, bilməsə, onda çox böyük bir müşküllərə və çətinliklərə düşmüş olacaq. Yəni, aqil insanın xüsusiyyəti budur. Bizim ən mühüm həyat yolumuz isə o yol ki, bizim əbədi səadətimiz və əbədi bədbəxtçiliyimiz ona bağlıdır, bəndəlik yoludur. Allaha bəndəlik yoludur. Bu yolun çoxlu maneələri mövcuddur və çoxlu çətinlikləri var. Və bizi azdıracağına and içmiş bir düşmənimiz var bu yolda. Bizi azdıracağına and içmiş bir düşmənimiz var ki, iblisdir. İblis bu yolda çoxlu tələlər qurub. Çoxlu tələlər qurub bu yolda ki, Allahın bəndələrini bu yoldan azdırsın və zəlalətə salsın. İndi əgər biz bəndəlik yolunda addımlamaq istəyiriksə ki, bu yol bizim səadətimizi gətirəcək və bizim əbədi səadətimizə səbəb olacaq və ya əbədi bədbəxtçiliyimizə səbəb olacaq. Bu yolda düzgün addımlamaq istəyiriksə və bu yolda biz bilirik ki, bir and içmiş düşmənimiz var ki, bu yolda tələlər qurduğunu and içib. Onun tələlərinə düşməmək üçün, onun tələlərinə və hilələrinə aldanmamaq üçün və bu yolda sağ-salamat bu yolu qət eləmək üçün və hədəfə yetişməyimiz üçün mütləqdir ki, bu yolun ən böyük düşməni olan iblisi tanıyaq. O iblis ki, Qurani Kərimdə Allah Teala onun sözünü qeyd eləyir. O iblis ki, deyir, لَأَقْعُدَنَّ لَهُمْ صِرَاطَكَ الْمُسْتَقِيمِ. Allah Teala dedi ki, mən onlar üçün sənin doğru yolunun üzərində əyləşəcəm. Doğru yolun üzərində oturacam. ثُمَّ لَآتِيَنَّهُمْ مِنْ بَيْنَ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ. Sonra onların yanına gələcəm, önlərindən, arxa tərəflərindən və ən əymanihim, sağ tərəflərindən və ən şəmailihim və sol tərəflərindən. Və la tecidu əksərəhum şakirin. Sən onların əksəriyyətini şükr eləyən görməyəcəksən. Belə bir düşmənimiz var ki, özü and içib ki, onları azdıracam, insanları azdıracam. Biz gərək şeytanı ciddiyə alaq. Əgər şeytanı, iblisi ciddiyə almasaq, onda elə o istəyir ki, biz onu ciddiyə almayaq və bizi çox asanlıqla bu yoldan saptırsın və azdırsın. Şeytan Allaha bəndəçilik yolunun düşmənidir. O, Allah Teala'nın huzurunda and içib ki, bəndələrin yolunda dayanacaq və onları bu yoldan azdıracaq. Və başqa bir ayədə Allah Teala onun sözünü gətirir ki, deyir, qalə fəbi'izzətikə, Allah Teala dedi ki, sənin izzətivə and olsun ki,
لَأُغْوِيَنَّهُمْ əcməin. Onların hamısını azdıracam. And içib, and içmiş bir düşmənimiz var. Biz isə ondan qəflətdə qalırıq. Ondan qəflətdə qalırıq və onu önəmsəmirik. Bu elə özü şeytanın hilələrindəndir ki, onu önəmsəməyək və onunla mübarizəni çox zəif tutaq və nəticə etibarilə bizim belimizi yerə vursun. Buna görə də bu düşməni və onun hilələrini tanımaq bəndəlik yolunda əsas addımlardan biridir. İmam Sadiq əleyhissalam insanların bilməli olduğu şeylərdən birinin bu olmasını buyurur ki, onu din yolundan çıxaracaq şeyləri bilsin. Yəni, Mövlamız Həzrət Əbu Abdullah İmam Sadiq əleyhissalamın sözüdür bu. Bəndə gərək neçə şeyi bilsin. Elm bu şeylərə deyilir. İmam Sadiq əleyhissalam kəlamında. Ki, neçə şeyi bilməlidir ki, onlardan biri də budur ki, onu din yolundan, Allaha bəndəsilik yolundan azdıracaq şeyləri bilməsi də vacibdir bəndənin. Məsələn, gəlir rəvayətdə Süfyan ibn Uyeynə nəql eləyir. Deyir ki, Səmiyyətü Əba Abdullah əleyhissalam yəqulu. İmam Sadiq əleyhissalamın belə buyurduğunu eşitdim. Vəcəttu ilmən nasi kullahu fi arba'in. İnsanların bütün elmlərini 4 şeydə tapdım. Yəni, elm deyilən şey, Allah Taala'nın elm dediyi şey, Əhl-i Beytin elm dediyi şey və hər bir mömin və möminəyə vacib olan. Çünki nə qədər hədislərimiz var ki, elm öyrənmək hər bir mömin və möminəyə vacibdir, musliməyə vacibdir. Bu elm ki, bizə vacibdir onu öyrənmək. İmam buyurur ki, bütün elmlər 4 şeydədir. Ondan başqası deyil. Birinci nədir? Birinci budur ki, əvvəluhə ən tə'rifə rabbəkə. Birinci budur ki, öz Rəbbini tanıyasan. Yəni, o elmlər ki, o məlumatlar ki, sənə Rəbbi xatırladır və səni Rəbbi tanımaq yolunda qəflətdən oyadır və səndə fitri olan ilahi mərifətin üstünü açır və qəflətdən oyadır və səni bu mərifətə doğru yönləndirir. Buna xidmət eləyən hər bir şeyi öyrənmək elmdir. Hər bir şeyi öyrənmək. Məsələn, bir insan hansısa bir dünyəvi elmləri öyrənə ki, Allah Taala'nın mərifəti qəlbində açılsın. Yəni, Allah Taala'nın nişanələrinə və Allah Taala'nın məxluqlarına diqqət eləməklə və burada məxluqları barəsində diqqət eləməklə və düşünməklə ona olan mərifətin üzəri, qəlbində olan ilahi mərifətin üzəri açılsın. Buna xidmət eləyən hər bir şey elmdir. Birinci budur ki, Rəbbini tanıyasan, imam buyurur. وَالسَّانِي أَنْ تَعْرِفَ مَا سَنَعَ بِكَ. İkincisi budur ki, səninlə nə edib, onu biləsən. Səni necə xəlq eləyib. Sən yox idin, heç bir şey idin, səni xəlq elədi, sənə vücud verdi, sənə varlıq verdi, səni bir şey elədi, səni məxluqların ən üstünü qərar verdi. Haradan gəlmisən, haradasan və hara gedəcəksən, Allah səninlə nələr eləyəcək, bunu biləsən. Üçüncü budur ki, أَنْ تَعْرِفَ مَا أَرَادَ مِنْكَ. Biləsən ki, səndən nə istəyib Allah Müteal. Nələri sənə qadağan eləyib, nələri sənə əmr eləyib, nələri sənə qadağan eləyib, onları biləsən ki, onlardan çəkinəsən. Nələri sənə əmr eləyib ki, onları biləsən və yerinə yetirəsən. Və rabi'u, dördüncüsü isə ən tə'rifə ma yuxricuka min dinikə. Dördüncü budur ki, biləsən, səni dinindən xaric eləyəcək şeyləri biləsən. Yəni, vacibdir sənə ki, əsas bəhsimiz bunun üzərindədir. Yəni, vacibdir sənə ki, biləsən, səni dinindən nələr xaric eləyə bilər ki, onları yerinə yetirməyəsən, onların müqabilində dayana biləsən, mübarizə apara biləsən. İmam əleyhissalam buyurur ki, bunları insan bilməlidir. Və elm elə bunlardır, bunlardan başqa bir şey deyil ki, bu kafidə nəql olunur, usul-i kafidə nəql olunur. Allah Müteal dəfələrlə və müxtəlif formalarda Qur'an-ı Kərimdə şeytanın düşmənçiliyinə və düşmən olmasına təkid edir və buyurur ki, İnnəhu ləkum adubbun mubin. Həqiqətən o sizin aşkar bir düşməninizdir. Aşkar bir düşməninizdir. İblis cinlərdən idi. Allah Müteal cinləri oddan yaradıb və insanlar kimi onlara da ixtiyar verib. Onlar da düzgün bəndəlik yolunda hərəkət edə bilərlər. Həm də düz yoldan xaric olub ilahi nemətləri görməzdən gələ bilərlər. Buna görə də onların arasında da imanlılar var və kafirlər var. Allah Müteal Cin surəsinin 14-cü ayəsində
cinlərin belə dediklərini gətirir və onu da rədd eləmir. Cinlərin sözünü gətirir ki, onlar dedilər ki, وَأَنَّا مِنَّا الْمُسْلِمُونَ Həqiqətən bizdən müsəlman olanlar da var və minnəl qasitun və bizdən kafir olanlar da var, inkar eləyənlər də var. Fəmən əsləmə hər kəs İslam gətirsə, təslim olsa və müsəlman olsa, fəulaikə təharrav rəşəda. Həmən şəxs doğru yolu tutanlardan olar və doğru yolu tutar. Yəni biz görürük ki, düzgün bəndəlik yolunda hərəkət edə bilmək və ixtiyar sahibi olmaq, yəni Allah Müteal insanlara doğru yolu göstərir, insanlara yolu tanıtdırıb, doğru yolu da, pis yolu da tanıtdırıb. Bundan sonra insan və cinlərə hər ikisinə aiddir. Bundan sonra öz ixtiyarlarındadır. İnsanların da, cinlərin də istər küfr eləyən olacaqlar, istər şükr eləyən olacaqlar. İblisin uzun və çoxlu ibadətləri var idi. O mələklərin arasında qərarlaşmışdı. Əmir əl-Müminin əleyhissalamın buyruğuna əsasən o 6000 il Allaha ibadət etmişdi. Və məlum deyil ki, bu 6000 il ibadət etmişdi və məlum deyil ki, bu 6000 il dünya illərindəndir, yoxsa axirət illərindən. Mövlamız əleyhissalam buyurur ki, فَأَتَبِرُوا بِمَا كَانَ مِنْ فَعْلِ اللّٰهِ بِإِبْلِسِ Allahın iblislə etdiyindən ibrət götürün. İz əhbətə əmələhut təvil və cəhdəhul cəhil. Çünki Allah Teala onun çox uzun əməlini və çox yüksək cəhdini və səyini batil elədi. Bu qədər ibadət etmişdi Allah Teala'ya. Yəni Allah Müteal bizə bunlarla örnək göstərir. İblisin əhvalatını danışmaqla bizə istəyir ki, biz örnək alaq. Əmir əleyhissalam bunları danışmaqla istəyir ki, biz örnək alaq və buyurur ki, fəətəbiru, ibrət götürün. Yəni öz əməlimizə arxalanmayaq, özümüzə məğrur olmayaq. Həmişə Allaha sığınaq. Bilək ki, bütün kəmallar Allah Teala tərəfindəndir və bizim özümüzün heç nəyimiz yoxdur. Əgər Allah bizə lütf eləməsə, biz həlak olanlardan olarıq. Özümüzə məğrur olmayaq, özümüzü həmişə aşağı bilək, yuxarı bilməyək. Bizim əlimizdə heç nə yoxdur. Allah hər an bizə bu kəmalları verməsə, biz heç bir şeyik. Allah hər an bizə qüdrət verməsə, elm verməsə, həyat verməsə, varlıq verməsə, biz heç bir şeyik. Ona görə imam buyurur ki, Allahın iblislə etdiyindən ibrət götürün. Və kânə qəd əbədəllâhə sittətə alaf sənə. O Allah Teala'ya 6000 il ibadət etmişdi. La yudra əmin sinnid dünya əmin sinnil ahirət və bilinmir ki, bu dünya illərindən idi, ya ahirət illərindən idi. Niyə görə Allah Teala onun bütün bu ibadətlərini puç elədi? Ən kibri saətin vahidətin, bir anlıq kibrinə görə, bir anlıq təkəbbürlük etməyinə görə, özünü üstün tutmağına görə, öz ibadətlərinə aldanıb özünü bir şey bilməsinə görə. Yəni iblis buna görə qovulanlardan oldu ki, özünə məğrur oldu. Elə bildi ki, elə özü ibadət edir. Əgər Allah Teala icazə verməsəydi, Allah Teala qüdrət verməsəydi, heç kim Allaha ibadət eləyə bilməzdi. Allah izin verib, qüdrət verib ki, ona ibadət eləyirik. Ona görə də Allah Teala'ya biz minnət qoymağa haqqımız yoxdur. Odur bizə minnət qoymağa haqqı olan. Çünki o bizə bu gücü və qüdrəti verib və o bizə izin verib ki, onun müqəddəs və pak adını dilimizə gətirək və ona ibadət eləyək. Bir anlıq küfrünə görə, bir anlıq kibrinə görə ki, Allah Teala onun əməllərini batillədi, İmam əleyhissalam buyurur. Sonra imam buyurur ki, bundan sonra fəmənza bə'də iblis. İblisdən sonra kim yəsləmə alallah? Allahdan amanda qala bilər bimisli məsiyyətihi. İblisin günahı kimi bir günahla iblisdən sonra kim Allahdan amanda qala bilər? Ki biz iblis qədər ibadət eləməmişik ki. İblis 6000 il ibadət etmişdi Allah Teala'ya. Ona görə də insan gərək özünə arxalanmasın. Bu rəvayəti Nəhcül Bəlağədə imam buyurur 192-ci xütbədə. Allah Müteal bütün bəndələrini fərqi yoxdur, hansı məqamda olmalarından asılı olmayaraq, Allah Teala bütün bəndələrini təslimiyyətlə imtihan eləyir. Təslimiyyətlə Allah imtihan eləyir ki, bu bəndələrim mənə nə qədər təslimdilər və nə qədər təslim olacaqlar. Elə bəndəlikin mənası bu deməkdir. Allaha bəndə olmağın mənası bu deməkdir. Biz keçən bəhslərimizdə də demişdik ki, Allah Teala insanları yalnız bəndə olmaq üçün xəlq eləyib, cinləri və insanları yalnız bəndə olmaq üçün xəlq eləyib. Bəndəlik elə bərabərdir təslimiyyət.
Bəndəlik təslimiyyətdən başqa bir şey deyil. Və Allah Teala bütün bəndələrini təslimiyyətlə imtahan eləyir. Şeytan da imtahan olundu. Şeytan da imtahan olundu. Allah Müteal öz mələklərinə, həmçinin onların arasında olan iblisə əmr etdi ki, Həzrəti Adəm əleyhissalamın müqabilində səcdə eləsinlər. Həzrəti Adəmə cisminə ruh üfürdükdən sonra əmr elədi ki, gərək hamınız ona səcdə eləyəsiniz. Hicr surəsi 29-cu ayədə buyurur ki, فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِنْ رُوحِ Elə ki, mən Adəmi düzəltdim və ona öz ruhumdan üfürdüm. فَقَعُوا لَهُ سَاجِدِينَ Hamılıqla ona səcdəyə qapanın. Bütün mələklər Allah Mütealın əmrinə itaat etdilər. Və Həzrət Adəm əla nəbiyyina və alihi və aleyhissalama səcdə etdilər. Amma şeytan nə elədi? Şeytan təkəbbürə düçar oldu və səcdə etməkdən boyun qaçırdı. Allah Müteal da onu nifrin etdi və öz dərgahından qovdu. Özünü üstün tutduğuna görə, özünə məğrur olduğuna görə. Şeytan, iblis, bəli, öz xətasından peşman olsaydı və tövbə eləsəydi, Allah Teala bağışlayan və mehriban idi. Allah Teala bağışlayan və mehribandır. Amma öz xətasından peşman olub tövbə etmədi. Tövbə etmək yerinə küfrü seçdi. Allah Teala ərhəmər rahimindir. Bir kəs ona sığınsa, onun tövbəsini qəbul eləyər. Burada bir haşiyyə çıxım. Nəql eləyirlər ki, 2-ci xəlifə bıçaqlanan zaman ki, xəstə yatağında yatırdı. Xəstə yatağında yatırdı və yuxusunda Həzrət Peyğəmbəri gördü. Və Həzrət Peyğəmbər ona, o ki, xanım Zəhraya zülmlər olunmuşdu, öz yerini göstərdi, cəhənnəmin ən dibində öz yerini göstərdi ona. Yuxudan çox pərişan halda durdu. Və dedi ki, Əlini mənim üçün çağırın. İmam Əli əleyhissalamı çağırdılar və İmam Əli əleyhissalam otağa girən kimi dedi ki, ey Ömər, Peyğəmbəri gördün, yerini sənə göstərdi. Ömər dedi ki, bəli, gördüm. İmam Əli əleyhissalam buyurdu ki, Peyğəmbər mənə də göründü və dedi ki, ged Ömərə de ki, əgər indi minbərə çıxsa və peşmançılığını təzahür eləsə, desə ki, mən səhvəm və Əli əleyhissalamın haqqını qəsb eləmişəm, xanım Zəhraya zülm eləmişəm, mən Allah yanında və xanım Zəhra yanında şəfaətçi olaram ki, onu bağışlasın və cənnətə daxil olsun. Yəni, son anda belə Allah Teala hər bir insanı bağışlamaq, çünki Allah Teala ərhəmər rahimindir, bağışlamaq istəyir. Amma o nə dedi? O dedi ki, cəhənnəmə daxil olmaq abrımın aradan getməsindən yaxşıdır. Yəni, bu cür nə? İmam Hüseyin əleyhissalam da Kərbəlada biz görürük ki, son anlara qədər, hətta o düşmən ki, nə qədər qətlə yetirmişdi. Amma yenə də İmam Hüseyin son anlara qədər onlara moizə eləyirdi və deyirdi ki, indi əgər hidayət olsaydı, indi əgər öz səhvinizi başa düşsəz, tövbə eləsəz, mən sizin bağışlamağınıza zaminəm və siz bağışlanacaqsınız. Yəni, Allah Müteal bu qədər ərhəmər rahimindir. Şeytan da öz xətasından peşman olub tövbə etmək yerinə üsyan etdi. Və and içdi ki, Allahın düz yolunda, sirat-ül müstəqimdə dayanacaq və bütün bəndələri bəndəlik yolundan uzaqlaşdıracaq. Ona and içdi. Allah Mütealdan qiyamət gününə qədər möhlət istədi. Amma Allah Müteal ona Həzrəti Məhdi Əccəlallahu Teala Fərəcəhu Şərifin zuhuruna qədər fürsət verdi və buyurdu ki, Allah Teala bu məsələni Quran-ı Kərimdə bu cür açıqlayır. Hicr surəsinin 36 və 38-ci ayələrində bundan danışılır. Dedi ki, İblis, Rabbi fəənzirni ilə yevmi yub'asun. Ey Rəbbim, onların diriləcəkləri günə qədər mənə möhlət ver. Amma Allah nə dedi? Qalə fə innəkə minəl munzərin ilə yevmil vəqtil məlum. Sən möhlət verilənlərdənsən, amma məlum vaxta qədər möhlət verilənlərdənsən. Məlum günə qədər möhlət verilənlərdənsən ki, İmamlar əleyhissalam bunu bu cür təfsir edirlər ki, yəni İmam Zaman əleyhissalamın zuhuruna qədər möhlət verilənlərdənsən. Bəli, Allah Mütealın bizə əta etdiyi ən böyük nemətlərdən biri də budur ki, bu təhlükəli düşməni bizə tanıtdırmışdır. Onun tələlərini bizə göstərmişdir. Allah bizə mərhəmət etmişdir. Heç bir din və məzhəbdə şiəlikdə olduğu qədər şeytan insanlara tanıtdırılmamışdır. Həqiqətən, Əhl-i Beyt əleyhissalamın tanıtdırdığı qədər şeytan insanlara tanıtdırılmayıb. Şeytanla mübarizə yolları insanlara açıqlanmayıb. Bir dənə Əhl-i Beyt məktəbindədir ki, bu cür nədir? Düzgün və səhih şəkildə insanlara tanıtdırılıb. Başqa məktəblərə baxsaq, əslində elə onların qeyd elədikləri bir növ elə şeytanın öz hilələridir. Nəinki onunla mübarizə yollarıdır. Allah Müteal çox təkid eləyib ki,
biz şeytanın düşmənçiliyini unutmayaq və onu özümüzə düşmən bilək. Mütəal Allah dəfələrlə buna bizə xatırladır bunu. Fatir surəsinin 6-cı ayəsində məsələn buyurur ki: Əuzu billahi mineşşeytanirracim. İnneş-şeytane lekum aduvvun fettehizuhu aduva. Həqiqətən şeytan sizin düşməninizdir, onu düşmən tutun. Çünki insanların çoxu bu düşməni unudurlar. Allah da dəfələrlə bunu xatırladır ki, onu unutmayın, ondan qəflətə düşməyin. Və bəzən də ona çox itaat etməyin nəticəsində bir sıra insanlar hətta nəinki ona aldanırlar, onunla dost olurlar və onun təsəllüt yolunu öz üzərlərinə açırlar. Bu and içmiş düşmən çox təhlükəlidir. Çünki bir sıra özəlliklərə sahibdir. Nə qədər özəlliklərə sahibdir bu iblis? Ki bu özəlliklər sayəsində bizim çox böyük bir düşmənimizə çevrilir. İnşallah bu özəlliklər barəsində də gələn bəhsimizdə siz əzizlərə bu özəllikləri və bu özəlliklərlə mübarizə yollarını təqdim etməyə çalışarıq. Elhamdülillahi Rabbil alemin və sallallahu ala seyyidina Muhammed və alihi tahirin və lənətud daim ala a'daihim ecmaîn.